Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana. İnneke entel alimul hakim. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli qardaşlar, biz Şeyx Rabinin əqidə və ittiba, Peyğəmbər sallallahu əleyhi və səlləmə tabeçilik barədə olan risaləsində oxumağa davam edirik. Şeyx gəldi, çatdı Əl-Hədithur Rabi, 4-cü hədis. 4-cü hədis. 3-cü hədisdə müəllif Şeyx Rabi, Allahın rəhmət eləsin, Allahın qulları üzərində olan haqqı və qulların Allahın üzərində olan haqqından danışmışdı. Hədis kimdən gəlirdi? Bundan qabaqki hədis. Muad ibn Cəbəl. Əhsən. Neçənci ildə vəfat edib Muad ibn Cəbəl? 18, əhsən. 38 il yaşayır. Yaxşı, bəs. Ondan əvvəlki hədis, yəni ikinci hədis. Ubadət ibn Samit. Neçənci ildə dünyasını dəyişib? 32, əhsən. 32-də. Hicrətin 32-ci vəfat edib. 4-cü hədis qardaşlar buyurur ki, Təhrimu təbarruq bil əşcar və nəhvihə. Ağaclardan və sair əşyalardan təbarruq eləməyin haram olması. Mövzu budur. Buyurur ki, An Əbi Vaqid Əl-Leysi. Əbi Vaqid Əl-Leysi sahabədir. Muhammed sallallahu aleyhi ve sellemin sahabələrindən bir sahabədir. Buyurur ki, radiyallahu anhu, Xaracə mə'ə Rasulillahi sallallahu aleyhi ve sellem ilə Hüneynin və nəhnu hudəsə və əhdin bi kufur. Deyir ki, biz Allah Resulullah sallallahu aleyhi ve sellemlə bir yerdə Hüneynə çıxdıq və biz İslamda təzə idik. Küfürdən təzə çıxmışdıq, deyir sahabə. Qalə və kənət lil-kuffar sidratun yəkufunə indəhə və yanutunə bihə əslihətəhum. Yuqalu ləhə zətu ənvad. Sahabə deyir ki, biz Hüneynə gedəndə gördük ki, kafirlərin bir ağacı var və onun yanında yəkifun. Yəkifun, yəni bir yerə davamlı şəkildə bağlı olaraq qalmaq, ibadət məqsədi ilə. İtikaf feili, itikaf buradan götürülüb. Hansı ki, biz Ramazanda məscidlərdə itikaf edirik. Buyurur ki, وَيَنَوْتُونَ بِهَا أَسْلِحَتَهُمْ. O ağacın üstündən silahlarını asırdılar. Həmin ağaca da zətu ənvat deyilirdi. Zətu ənvat. Qalə, sahabə deyir ki, فَمَرَرْنَ بِسِدْرَةٍ فَقُلْنَ. Biz o ağacın yanından keçəndə, sidr ağacıydı, onun yanından keçəndə dedi ki, Allah Rasulü, İcəllənə zətə ənvat. Sən də bizə belə bir dənə ağac təyin elə. Fəqalə Rasul sallallahu aleyhi ve sellem, fəqalə Rasulullahi sallallahu aleyhi ve sellem, Allahu akbar. Muhammed sallallahu aleyhi ve sellem təəccüblənərək deyir ki, Allahu akbar. İnnəhə sünən. Sizin dediyiniz bu sünnədir, yəni sünnəndir, yəni əvvəlkilərin yoludur. İzah eləyəcək. Qultum vəlləzi nəfsi biyədi kəmə qalə bənu İsrail Musa. Siz mənə elə şey dediniz ki, elə bir şey tələb elədiniz ki, Bənu İsrail onun Musadan tələb eləmişdilər. Hansı ki, Allah Teala bunu Quran-ı Kərimdə qeyd edir və Muhammed sallallahu aleyhi ve sellem bu ayəni getirir. Onlar Musaya demişdilər ki, İcəllənə iləhən kəmə ləhum əlihə. Onların ilahları olduğu kimi sən də bizə bir ilah təyin elə. Musa aleyhissalam deyir ki, İnnəkum qavmun təcəlun. Yəni Allah Teala deyir ki, Musa onlara belə cavab verdi ki, qalə innəkum qavmun təcəlun. Siz necə? Cahil bir qövmsüz. Sonra buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem lətərkəbunnə sunənə mən qabləkum. Bir rivayətdədir ki, sunənə mən kənə qabləkum. Siz sizdən əvvəlkilərin sünnəsini gedəcəksiniz. Onların yolun gedəcəksiniz. Elədiklərini eləyəcəksiniz. Burada fikir versəz qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellem təəccübləndi. Dedi ki, siz məndən elə bir şey istəyirsiniz ki, Musanın qövmü onu Musadan istəmişdi. O nə vaxt olmuşdu? Kim deyə bilər onu? O zaman ki, Allah Teala Musanı və onun qövmünü Fironun ordusundan xilas eləyir. Fironun ordusundan xilas eləyir. O vaxt ki, onlar gəlirlər,
Artıq Musa aleyhissalam Bəni İsraili götürüb, gedir və onlara vəd verib ki, Allah Taala yardım eləyəcək. Onlar gəlib dənizə çatanda artıq dirəniş yeridir dəniz. Yəni onlar baxırlar ki, Musaya tabi olanlar aleyhissalam deyirlər ki, yəni bundan o yana yoxdur. Və innə ləmudrakun. Deyirlər ki, Musa artıq onlar gəlir. Firavun ordusu gəlir, çatır. Bizə çatacaqlar, yetişəcəklər bizə. Onda Musa aleyhissalam nə deyir? Musa aleyhissalam deyir ki, kəllə mə'yə Rabbi səyəhdin. Deyir ki, xeyr, Rəbbim mənimlədir, o yol açacaq, yönəldəcək. Allah Taala əmr edir ki, asan vursun dənizə. Düzü, bəzi zındıqlar bunu inkar edir o möcüzəni, lakin əlhamdülillah biz onu qəbul edirik, inanırıq. Allah Taala əmr edir ki, asasını vursun dənizə. Vurur və dəniz necə gəlir ayədə? Böyük dağlar kimi yollar asır Allah Taala oradan. Musa aleyhissalam və onun qövmü keçir. Allah Taala Firavunu və onun ordusunu dənizdə batırır. Təsəvvür edin, qardaşlar. Qeyri-mümkün olan bir şey idi onlar üçün. Çünki gəlib dənizə dirənirlər. Deyirlər ki, Musa, bəs sən bizə söz vermişdin. Allah kömək eləyəcəkdir. Nə oldu? Musa aleyhissalam deyir ki, Rəbbim mənimlə yol açacaq. Və onların ağlına gəlməyən bir şey elədi Allah Taala. Görürsünüz? O hadisə, dənizin yarılması, onların keçməsi, Firavunun ordusunun dənizə daxil olub, sonra yolun bağlanıb, suda qalıb, qərq olmaları onlar üçün ağlına gəlməyən bir hadisə idi. Allahın ayələrindən bir ayə idi. Lakin buna baxmayaraq, o dənizi keçəndən sonra görürlər ki, bir dənə qövm bütlərə ibadət edirlər. Və onların da ağacları, bütləri var, ona ibadət edirlər. Onda Musaya deyirlər ki, İc'əl lənə iləhən kəmə ləhum əlihə. Sən də onların ilahları kimi bizim üçün bir ilah təyin elə. Elm əhlidir ki, subhanallah, təsəvvür edin Musanın təəccübüdür ki, innəkum qavmun təcəlun. Necə cahil adam varsınız siz? Allah Taala sizin üçün elə bir yol açdı ki, ondan sonra da yəni Allahın varlığını görüb, Allahın sizə olan köməyini görüb, Allahın dəstəyini görüb, bundan sonra da Allahdan qeyrisinə ibadət eləmək istəyirsiniz. İnnəkum qavmun təcəlun. Necə cahil adam varsınız siz? Muhammed sallallahu aleyhi ve sellem də Huneyn günü Abu Vaqid əl-Leysə nə deyir? Deyir ki, biz gedirdik, gördük ki, bir dəstə adamdır. Ağacın yanında dayanıblar, silahlarını asırlar oradan və onlar elə etiqad edirlər ki, o silahı oradan asmaqla silah bərəkətli olur, tabarruk eləyirlər və döyüşdə daha isabətli olur. Düşməni vurursan və atdığın zərbə boşa getmir. Onda deyirlər ki, ya Rasulallah, sən də bizə belə bir dənə ağac təyin elə. Muhammed sallallahu aleyhi ve sellem qardaşı Musa kimi nə deyir? Allahu akbar. Bu nədir? Abu Vaqid, lakin özü qeyd edir ki, biz təzə idik İslamda. Hələ təzə müsəlman olmuşduq. Şeyx gətirəcək. Təzə müsəlman olmuşduq. Xəbərimiz yox idi çox şeydən. Bilmirdik. Musa aleyhissalam, bilirsiniz, peyğəmbərlərin içində qövmündən ən çox əziyyət görən peyğəmbərlərdən idi. Ona görə Muhammed sallallahu aleyhi ve sellem həmişə onu misal çəkirdi və nə deyirdi? Rahimallahu əxi Musa. Allah qardaşım Musaya rəhm eləsin. Çünki çox əziyyət verirdi qövmü ona. O boyda hadisədən sonra, o boyda möcüzədən sonra, yəni möcüzədən deyəndə daha doğrusu ayədən, nişanədən sonra yenə Allahdan qeyrisinə ibadət istədilər. Ona görə Muhammed sallallahu aleyhi ve sellem deyir ki, siz özünüzdən əvvəlkilərin yolun gedəcəksiniz. Sonra şeyx burada buyurur ki, Şeyx Rabi hədisi rivayət eləyib. İmam Əhməd, İmam Tirmizi səhiləşdirib, həmçinin Abdurrazzaq Musannəfində gətirib, İbn Cərir, İbn Munzir, İbn Əbi Hatim, Tabarani və qeyriləri hədisi rivayət ediblər. Şeyx buyurur ki, Şeyx Rabi hədisi rivayət edən sahabə Abu Vaqid el-Leysi nisbətən ilə Leys İbn Əbdimənəf. Bu nəsəbə nisbət olunur. Leys İbn Əbdimənəf nəsəbinə. Qeylə ismuhu, deyirlər ki, adı, bəzilər deyirlər ki, adı Əl-Haris İbn Məlik. Əl-Haris İbn Məlik olub. Və qilə İbn Avf. Bəzilər deyirlər ki, İbn Avf. Xarracə ləhu əl-cəmaə. Həmin hədis, onun hədislərindən bəziləri, yəni bir toplum alim rivayət eləyib. Və ləhu fis-sahihayn hadisən.
İmam Buxari Müslimin səhihində 2 dənə hədisi var. Həmçinin deyirlər ki, İnnehu şəhidə Bədran. Bədir döyüşündə iştirak edib. Və qilə, bəzilər deyirlər ki, min musimətil fəth. Fəthdə İslamı qəbul edənlərdir. Hansı fəthdən gedir söhbət qardaşlar? Fəth deyəndə nə başa düşülür? Məkkənin fəthi. Məkkənin fəthində müsəlman olub və hicrətin 68-ci ilində vəfat edib. Neçənci il? 68-ci ilində 85 il yaşayıb. 68-də vəfat edib, 85 il yaşayıb. Radiyallahu anhu. Buyurur ki, qardaşlar, sahabə deyir ki, biz Huneynə çıxdıq. Huneyn mavdi'un qaribun min Məkkə. Məkkəyə yaxın olan bir dənə yerin adıdır. Sonra buyurur ki, Şeyx Rabi, sahabən deməsi ki, biz küfürdən təzə çıxmışdıq. Ey qaribun ahduhum bil küfür. Yəni, təzə İslamı qəbul eləmişlər. Sidra, sahabə deyir ki, biz Sidr adında bir ağacın yanından keçdik. Şeyx buyurur ki, Sidra nev'un minə şəcar. Ağac növündən bir ağacdır. Ya'kifunə indəhə. El-ukuf hiyəl-iqamə aləş-şey fi məkanihi. Yəni, bir şeyin yanında qalmaqdır. Uzun müddət, davamlı şəkildə onun yanında qalmaqdır və qalmaq da nə üçün? İbadət məqsədi ilə. Sonra buyurur ki, yanutun, sahabən deməsi ki, yanutun asırdılar silahlarını, yəni yualliqunə bihi əslihətəhum təbarrukən. Öz silahlarını bağlayırlar həmin ağaca təbarruk olaraq. Təbarruk nə deməkdir, qardaşlar? Əhsən. Talabul barakə. Fikirləşirdilər ki, silahı oradan asmaq bərəkət gətirir. Yəni, ağac silahı bərəkətdə eləyir. Şeyx Rabin toxunacaq. Əs-sunən, Peyğəmbər sallallahu aleyhi ve sellem deməsi ki, Əs-sunən, özünüzdən əvvəlkilərin sünnəsinə tabi olacaqsınız. Yəni, ət-turuq vəl-mənəhic, onların yollarına. Şeyx buyurur ki, hədisin umumi mənası nədir? Kənə fi ceyşi Rasulillahi sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellem fi qazvəti Huneyn. Huneyn döyüşündə ordusu ilə gedirdi. O döyüşə gedirdilər. Mən dəxalə fil İslam cədidən. Peyğəmbər sallallahu aleyhi ve sellem ordusunda elə adamlar var idi ki, İslam'a təzə daxil olmuşdular. Ləm tərsuq qadamu fil İslam. Onların qədəmləri ilə sabit deyil. Yəni, möhkəmlənməmişdi. Yəni. Və ləm yətəməkkən min fəhmi dəvətil İslamiyyə. Hələ onlar İslam dəvətini başa düşə bilmirdilər. Təzə idilər axı. Bu yanda olur. Görürsən, adam təzə gəlib. Müsəlman deyil, əlhəmdülillah. Başlayır namaza, ibadətə. Sən danışırsan, bəzi şeylər deyirsən, görürsən ki, xəbəri yoxdur, bilmir. Təzədir çünki. Və fəhmi əqaidihə və məbədihə. Yəni, İslamın əsaslarını, İslamın əqidəsini başa düşməmişdilər. Çünki cahillikdən və şirkdən təzə çıxmışlar, deyir. Fəmarru alə qavmin minəl müşrikin. Müşriklərdən olan bir dənə qövmün yanından keçirlər. Yəkifunə havlə şəcərə. Təbarrukan bihə və təzimən ləhə. Görürlər ki, həmin o müşriklər ağacın yanında dayanıblar, ağacı təzim eləyirlər və ondan bərəkət umurlar. Fəmə in rəəhum həuləin muslimun əl-cudud. Şeyxdir ki, bu təzə müsəlmanlar, sahabələr, onları belə görən kimi Peyğəmbər sallallahu aleyhi ve sellemdən tələb eləyirlər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem onlar üçün bir dənə bu ağacdan təyin eləsin. Və onlar da silahlarını assınlar. Təbarrukan bihə lə ibadətən ləhə. Ona ibadət məqsədi ilə yox. Sadəcə təbarruk. Yəni, ya Rasulullah bir ağac təyin elə, biz də ona ibadət eləyək. Belə demirdilər. Yəni, onlar nə edirlər? Biz də ona eləyək. Bərəkət umaq. Zannən minhum ənəl İslam yəsməh bihədən nəv minə təbarruk. Və onlar elə zənn elədilər ki, İslam bu təbarruka icazə verir. Yəni, belə eləmək olar. Sonra şeyx buyurur ki, وَأَنَّهُمْ بِمِثْلِهِ يُحْرِزُونَ النَّصْرِ عَلَى أَعْدَائِهِمْ. Onlar da deyirlər ki, ya Rasulullah, yəni sən də belə bir şeylə silahları asaq, düşməni rahat qalib gələ bilərik. Çünki silahlar isabətli olur. Belə düşünürdülər. Şeyx buyurur ki, ədhəşə Rasulullah sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellem onların bu qəribə, əcib tələbin görəndə bir dəhşətə gəldi.
فقال كلمته العظيمة التي ينبغي أن تكون درسا لأمته إلى يوم القيامة. Yəni ümmətinə qiyamətə qədər dərs olacaq bir dənə kəlmənidir. Hansı kəlmədir? Allahu Akbar. Ona görə qardaşlar, sünnədəndir ki, insan təəccüblənəndə hansı kəlmələri desin? Allahu Akbar, həmçinin Subhanallah kəlmələri. Hər ikisi nəyi bildirir? Allahı təzim eləyir. Allahı təzim eləyir. Şeyx buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allahu Akbar. İnnəhə sunan qultum vəlləzi nəfsi biyədihi kəmə qalə bənu İsrail li Musa ic'al lana ilahan kəmə ləhum əlihə. Qalə innəkum qavmun təcəlun. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, sizin bu dediyiniz Bənu İsrailin Musaya dediyidir. Və sonra ayəni gətirir. Sonra şeyx burada buyurur ki, bu mövzudur elə bir mövzudur ki, müsəlmanlar bu mövzudan, bu dərsdən ibrət almalıdırlar. Xüsusən də alimlər. Niyə görə? Çünki burada qeyd edilir ki, müsəlmanların bir sadəlövlüyündən, cahilliyindən istifadə edib, insanları bu cür əməllərə yönəldən bir kütlə var. Özlərinə dindar deyən, alim deyən, bilim adamı deyən, cahil insanları yönəldir. Görsən, yəni pirlərin bir kəraməti olduğunu deyirlər. Hansısa daşın, ağacın, hələ indi daş, ağac, belə deyək də, özü-özündə bir məxluqdur. Nə zərər verir, nə fayda verir. Bu heç. Bir də var, elə şeylərə yönəldirlər ki, yəni qaloş. Təsəvvür elə, vallahi bəladır. Biz bunu deyəndə bizə bir belə qəribə baxırlar. Yəni ayağına geyinir bir adam. Ayağının çirki, ayağının kiri, o qaloşu qoyduğu yerlər, ayaq yoluna onunla girir və s. bütün murdar. Gətirir qaloşun içində suyu sənə içirdir ki, bu qaloş bərəkətlidir. İçsən, sağalacaqsan. Bu qaloşun içində su içsən, sən sağalırsan. Hamilə qadındır, gəlib bu qaloşu sürtsən onun, üzr istəyirəm, əzalarına, ondan sonra deyir, evladı olacaq onun. Bu insanlar özləri bunu bilmirdi ki, bunu hansısa özünü dinə nisbət eləyən, elmə, bilimə nisbət eləyən, dırnaqarası dindarlar, elm adamları belə bu günə qoyub insanları. Şeyxdir ki, alimlərə, müsəlmanlara hamıya vacibdir ki, insanları belə şeydən xilas eləsin. Bu fikirlərdən azad eləsin. Vallahi belədir, qardaşlar. Yəni, gedirsən, məsələn, görürsən, kimsə qapısından asıb nəyi? Qaloş asıb, nal asıb. Yəni, fikir başa düşmək lazımdır da bir diqqət eləyində. Yəni, bir bax gör, neynirsən? At, bütün günü at. Yəni, üzr istəyir, gedir sidiyə, gedir bayra və ayağının altında da o nal. Onun üzərində gəzir, o şeylərin sən də çıxartmışsan, atınla asmışsan qapıdan ki, hansı adına gələn zərəri uzaqlaşdırır və xeyirləri cəlb eləyir. Bərəkətli bir şeydir o. Sınmış sanik. Kimsə onu vaxtı ikən istifadə eləyib, içində çayı, suyu. İndi sınıb, yenə bütün olanda yararlı idi, işə yarayırdı, çay içməyə, su və s. İndi sınıb asmışsan qapıdan. Dağlarda bitən otlardır, tikanlar. Üzərli və s. gətirib asıb qapıdan yandırır ki, bərəkətlidir, bunu eləyəndə belə olur, göz qaytarır və s. Vallahi belə şeylər öyrətmək lazımdır insanlar ki, bunlar hamısı boş şeylərdir, batıl şeylərdir. Və məsələn, hansısa bir insanın, fikir vermişsiniz, o qədər insanları belə çətinləşdiriblər ki, onların həyatlarını. Məhlədəki molla əmi qarşısına çıxanda ona bir manat vermədən getmir. Niyə görə? Çünki deyir, cəhdi ağırdır. Seyid nəslindəndir. Mütləq ona bir manat verir, bir manatı verəndə qulağını tişləyir. Kəsir qulağından ki, daha bərəkətli olsun. Və ya daha onun şərindən qorusun onu. Hamısı şirkdir vallahi. Hamısı İslama zidd olan əməllərdəndir. Hamısı batil fikirlər, batil etiqadlardandır. Fikirləşir ki, ona pul verməsə, vəssalam, tökəcək bütün onların sözü ilə desə, ibarəsi ilə niyabətini tökəcək bunun işinin yolunun üzərinə. İşləri də getməyəcək. Hamısı İslama zidd, boş, batil, qəlbdən narahatçılıq yaradan əməllərdəndir. Şeyx burada buyurur ki,
insanları yönəltmək lazımdır Allahdan qorxmağa, Allaha ümid eləməyə. Sonra burada qeyd edilir ki, Allahdan qorxmayan, Allaha və axirət gününə iman gətirməyən, malın, mülkün kölələri insanların cahilliyindən, sadəlövlüyündən istifadə edib bu batil etiqadın üzərində onları saxlayır. Ona görə görsən, məsələn, biz danışanda, tövhiddən danışanda onlar nə deyirlər? Deyirlər ki, onlara qulaq asmayın. Onlara qulaq asmayın, təzə din gətiriblər. Sizi əcdadlarımızın dinindən yayındırırlar. Və elə göstərirlər ki, bizim dediyimiz Peyğəmbər sallallahu aleyhi ve sellemin əhli beytinə qarşı təhqirdir. Onları alçaltmaqdır, onları gözdən salmaqdır, onların şənini... Məsələn, bu yaxınlarda biz İmam Əlidən danışdıq, möminlərin əmrindən. Və ən gözəl xeyirləri dedik olsun. Ondan sonra da nələr yazırlar. Deyirəm, o ağıl naqisliyi var elə bir vallahi. Yəni, tərifləyirik də. Tərifləyirik. Tərifləmişik də yenə də deyirlər ki, yox. Siz onları sevmirsiniz. Deyirəm, o sevmək o demək deyir ki, sən ondan nəsə istəməlisən. Nəsə ondan bərəkət ummalısan. Başa düşmürlər. Siz elə aldadıblar, elə öyrədiblər, həkk olub başlarındakı onun dediyini eləməsən və salam. Bizim dediyimizi eləsə, hətta fikir verir, sual verirlər ki, deyir, Vahabiyə salam versən ki, əlvi yumalısan yoxsa. Subhanallah. Bizdə elə fətvalar yoxdur. Cahillikdir. Şeyx burada buyurur ki, hədisdən çıxarılan faydalar, birinci fayda odur ki, ən-nəhi ən təşəbbuh bi əhlil cahiliyyə. Cahillərə oxşamağın və cəhalət əhlinə oxşamağın qadağa olunması. Cahillərə oxşamaq, qardaşlar, neçə cür olur? 2 cür. Birinci oxşamaq onların dinində. Cahillərə oxşamaq, yəni cahillər deyəndə daha doğrusu cahillik əhlinə, yəni küfr əhlinə. Şeyx onu qəsd edir. 2 cür olur. Birincisi, dinlərində onlara oxşamaq, bu da küfürdür. Çünki Allah Teala nə deyir? Aleyküm salam. Allah Teala deyir ki, kim onları dost götürsə, o da onlardandır. Kim onları dost götürsə, o da onlardandır. Dində onlara oxşamaq küfürdür. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Mən təşəbbəhə bi qavmin fəhuvə minhum. Kim bir qövmə oxşasa, onlardan sayılır. İkinci oxşamaq, qardaşlar, adətlərində. Necə elm əhli buyurur? Ət-təşəbbü fi adətihim. Və hədə muharram. Adətlərində onlara oxşamaq, bu da haramdır. Məsələn, müsəlmanlar görsən ki, onların adətlərindən saçlarını onlar kimi qıxdırır. Geyimi onlar kimi geyinir. Onların adətlərindən götürülür. Məsələn, onların adətlərindən biri nədir? Məsələn, qızla oğlanı evləndirəndə bizdə. Üzük. Yəni, biz bunu deyirlər ki, bunlar hər şey qadağan eləyib. Bu bizim adətimiz deyil də. Peyğəmbər sallallahu aleyhi ve sellem belə şey eləməyib. Sahabələr belə eləməyib. Əhl-i beyt belə şey eləməyib. Onların geyimindən geyinmək, hansı ki onlara xasdır. Sonra şeyx burada buyurur ki, ikinci fayda təşbihun Nəbi sallallahu aleyhi ve sellem talebəhum bi talebi bəni İsrail. Sahabələrin tələbini, həmin o tələb eləyən sahabələrin tələbini Bəni İsrailin tələbinə oxşatdı. Dedi ki, sizin bu tələbiniz Bəni İsrailin tələbindəndir. Üçüncü fayda Ennel fi'ləl-ləzi yüzəmmu fihi Bənu İsrail tüzəmmu fihi həzil ümmə idə fəaləthu. Bəni İsrailin etdiyi o əməl, hansı ki, onu etdiklərinə görə qınanıldı, bu ümmət də onu eləsə, onlara da məzəmmət, onlara da qınaqdır. Dördüncü fayda fil hədis tənbih alə qaidəti sədd-i zərai'. Dördüncü faydada şeyx qeyd edir ki, hədis nəyə göstərir? Qapını bağlamaq. Kim? Digər qardaşlar, o nə deməkdir?
Peyğəmbər sallallahu əleyhi və səlləm onların dərhal qabağını kəsdi sahabənin. Dedi ki, sizin dediyiniz onların dediyidir. Hətta siz ibadət məqsədi ilə deməsəz də, o ağacı istəməsəz də, təbarruk məqsədi ilə istəsəz də, hara aparacaq? Şirkə. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm qabağını kəsdi o şeyi. Niyə görə? Çünki aparır hara? Şirkə. 5-ci fayda alamun min a'lamin nubuvvə likavnihi vaqa kəmə əxbaran Nəbi sallallahu əleyhi və səlləm. Peyğəmbər sallallahu əleyhi və səlləmin peyğəmbərliyinin əlamətlərindən bir əlamət var burada. Onun kim deyə bilər qardaşlar? Nə idi o? Nədir də əvvəldə? Dedi, siz əvvəlkilərin elədiyini eləyəcəksiniz. Şeyx deyir ki, necə xəbər veribsə Muhammed sallallahu əleyhi və səlləm elə də olub. Hara oxşayırıq? İnsanlar danışanda əsas hansı söz işlədirlər? Avropa. Avropalaşmaq. Hansı ki, şeyx dərslərdə danışanda nə deyir? Deyir ki, siz onları tərəfə geysiz. Onlar dininizi istəmir. Təsəvvür ki, sən özünü elə kəslərə oxşadırsan ki, sənin etiqad elədiyin dinin batil olduğunu deyirlər. Allah Teala nə deyir? Lən tərda ankəl yəhud və lən nasar həttə təttəbin millətəhum. Əhli kitab səndən razı qalmaz, hətta sən onların dininə tabi olmayınca. Şeyx deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm necə xəbər veribsə elə də olub. Müsəlmanlar bugün özlərini onlara oxşadılar. Məsələn, qadınlar onların qadınları kimi açıq-saçıq gəzir. Kişilər onlar kimi geyinir, onlar kimi saçlarını vurdurur, onlar kimi danışır, onların adətindən götürür. Həyat tərzini adam deyir ki, Avropa stilində yaşayacam, vəssalam. Peyğəmbər sallallahu əleyhi və səlləm başqa hədisdə deyir ki, لَتَتَّبِعُنَّ سَنَنَ مَنْ كَانَ قَبْلَكُمْ حَذْوَ الْقُزَّةِ بِالْقُزَّةِ. Özünüzdən əvvəlkilərin yollarına qarış-qarış. Bir rivayətdədir ki, şibran, qarış-qarış tabi olacaqsınız. Qarış-qarış. Sonra deyir ki, حَتَّى لَوْ دَخَلُوا جُحْرَ ضَبٍّ لَدَخَلْتُمُوهُ. Hətta onlar gedib kərtənkələ yuvasına girsələr də, siz də gəlib girəcəksiniz. Deyirlər ki, ya Rasulallah, əl-Yahudu və Nasar, əhli kitabı qəsd edirsən, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim olacaq ki? Onlardan başqa kim olacaq? Ona görə bugün vallahi biz baxırıq, görürük də insanlarda. Öz dinin qaydasını, qanunu, əmirlərini, qadağalarını, hökmlərini qoyub, batil dinlərin qayda qanunları ilə yaşamağa gedir. Onların adətlərini götürüb, hansı ki, İslam ən kamil, ən gözəl, ən doğru, ən ali əxlaqlara yönəldir. Görürsən, bax, hicab qadını qoruyur, saqqal kişini qoruyur, tövhid ictimaiyyəti islah eləyir, şirk bərbad eləyir, bidət fəsad eləyir. Allah subhanahu wa ta'ala bütün Quran-ı Kərimdə hamısını qeyd eləyib. Sən bunları kənara qoyub meyl edirsən ora. Sonra şeyx burada buyurur ki, 6-cı, sahabələr o tələbdən tövbə elədilər. O tələbdən tövbə elədilər və bundan sonra Peyğəmbər sallallahu əleyhi və səlləmin seçilən sahabələrindən oldular. Allah yolunda döyüşən mücahidlərdən oldular. Sonra buyurur ki, tövbə elədilər və seçilən sahabələrdən oldular. Ridd əhli ilə döyüşdülər. Yəni kafirlərlə. Burada qardaşlar fikir versəz, tabarruk kəlməsi işlətdi. Tabarruk nə idi? Bərəkət ummaq. Neçə növ tabarruk var? Kim deyər? Belə deyə bilərəm, zəmzəm suyuna təbarrük eləmək olar. Peyğəmbər deyib zeytun yağı, biz ondan təbarrük eləmək olar. Əhsən. Tabarruk qardaşlar o təfsilatıdır. Düz cavablardır. Tabarruk huva talabul barakə. Tabarruk bildiyimiz kimi bərəkəti tələb eləmək. Peyğəmbər sallallahu əleyhi və səlləm İmam Buxaridən gələn hədisdə deyir ki, əl-barakətu minallah. Bərəkət kimdəndir? Allahdan. Yəni bir şey özü sənə məsələn Quran-ı Kərim. Allah Teala onun üçün nə deyir? Kitabun ənzəlnəhu ileykə
mubarakun liyeddebberu ayatihi və liyetezəkkərə ulul əlbəb. Bu kitab ayələri tədəbbür olunsun, ibrət alınsın deyə sənə indirdiyimiz mübarək bir kitabdır. Quran-ı Kərim özü-özündə kiməsə bərəkət verir? Yox. Quran-ı Kərimi oxumaqla Allahdan bərəkət umursan. Çünki hədis nəyə göstərir? Əl-barakətu minəllah. Bərəkət Allahdandır. O şeylərdə ki, Quran sünnə icazə verib bərəkət ummasan, onların özündən bərəkət ummursan. Onları eləməklə Allahdan bərəkət ummursan. Elm əhli buyurur ki, qardaşlar, bərəkət, ummaq, tabarruq iki növdür. Məmnu, qadağa olunan tabarruq, hansı ki, şəriətimiz onu qadağa eləyib. O da hansıdır? وَهُوَ مَا لَا يَدُلَّ عَلِهِ دَلِيلٌ. Hansı ki, şəri bir dəlil yoxdur onu eləməyə. Qadağandır o. Məsələn, qeyd edilir ki, elm əhli kət-təbarruk bil-əvliyə və salihin. Salih insanlardan, övliyalardan bərəkət ummaq. Görmüsünüz? Məsələn, deyirlər ki, gəl baba başa bir əl çəksin. Gəl başa baba bir əl çəksin. Allah səni qoruyar, gözdən və s. Baba bərəkətdir də axı. Seyiddir, evliyadır və s. Filan kəs nəslindəndir. Təcrübədən keçirilib. O əl çəkəndə və salam, uşağın gələcəyi parlaq olur, elə fikirləşirlər. Buna bir dəlil yoxdur şəriətdən. Batildir. Olmaz bunu eləmək. Qadağandır, haramdır. İkinci, qardaşlar, şəriətin göstərdiyi tabarruq. İcazəli olan tabarruq. İcazəli olan tabarruq. Bu da qardaşlar, ən yef'aləl muslim əl-ibadət əlləti şər'əhəllahu talabən lis-savab əl-mutərəttib aleyhə. Hansı ki, şəriət icazə verib onu eləməyə, müsəlman onu eləməklə Allahdan savab umur. Məsələn, ibadətlərlə, bütün ibadətlərdə, məsələn, kim deyə bilər, qardaşlar, bir dənə nümunə? O da. Daim biz onu hər gün neçə dəfə onu eləyirik biz, o ibadəti ki, o ibadəti biz eləyirik, onunla Allahdan bərəkət umuruq. Çox eləyirik hər gün onu. Yiyəndə, üçəndə, məsələn, əhsən, bismillah. Bismillahdə, qardaşlar, faydalar var. Onlardan biri nədir? Talabul isti'anə minallah. Allahdan isti'anə, kömək istəyirsən. Məsələn, nə deyirsən? Yiyəndə bismillah deyirsən. Bir mənası odur ki, o şeyi yeməkdə və ya içməkdə və ya bir işi görəndə bismillah deyirsən, onu eləməkdə Allahdan kömək istəyirsən. Bu bir. İkinci, talabul barakə. O şeyi istəyirsən ki, Allahdan sənə üçün neynəsin? Bərəkətli eləsin. Və ya məsələn, Quran oxumaq. Quran oxuyursan, onun bərəkətini Allahdan istəyirsən. Tabarrukun təfsilatı var, qardaşlar, genişdir. Lakin vaxt çox deyil, uzun olacaq. İnşallah yavaş-yavaş Allah nəsib eləsə, qardaş dediyi təfsilatlar, zəmzəm suyu məsələn, içirsən, bərəkət umursan Allahdan. Və ya Ramazanın bərəkəti, elədin ibadətlərin bərəkəti və s. Ümumən, tabarruq necə cürdür? İki cür. Məmnu, qadağa olunan tabarruq, bir də hansı? Məşru, şəriətin icazəli gördüyü tabarruq. Və hər ikisinin təfsilatı var. Uzun olmasın deyə inşallah yavaş-yavaş toxunarıq Allahın izni ilə. Deməli, mövzu nə idi, qardaşlar? Bərəkət Allahdan umulur, qısa olaraq. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə nə dedi? Əl-barakətu, bərəkət Allahdandır. Bərəkət Allahdandır. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləmin səhabəsi dedi ki, biz gördük bir dəstə ağacdan tabarruk eləyirlər. Muhammed sallallahu əleyhi və səlləm onu qadağa elədi. Dedi ki, bu qadağan olunmuş tabarrukdur. Yönəltdi onları kimə? Allaha. Allah Teala hər birimizi yalnız özündən bərəkət uman qullarından etsin. Allah Teala bizi şirkin böyüyündən, kiçiyindən qorusun. Allah Teala bizi şirkə aparan bütün səbəblərdən qorusun. Bütün xeyirlər Allahdandır, xətalar hamısı bizim nəfsimizdən və elmimizin azlığından da şeytandandır. Elhamdülillahi Rabbil ələmin.